Hayatım bu dakika her bir şeyini yıkacağım. Benimle radlara patiyle. Oy bana güler, oy beni bana koyar. Fakmaysa. Denizin suyu var ha. Harun. İşte batı çekilip denizin suyu. Hani yer yaş diye. Ama denizin suyu diye. Yağışın suyu diye tökülüp denize. Sən başa düşdün mən nə deyirəm deyəsən. Necə elə şey var? Sən başa düşdün mən nə deyirəm. Sən başa düşdün. Çox mən başa düşdüm. Sındır da bax. Yox, mən videoda bunu demişəm. Prosta indi yəni mən videoda o mənim öz fikrimdir. Yəni burada prosta o başa düşdü mən nə deyirəm, mən başa düşdüm o. Təşəkkür birbirinizi başa düşdü. Gedirəm Amerikaya. Atam məni cəzalandırıb Harvard Universitetinə daxil oldum mən. Məni atam cəzalandırdığına görə mən gedirəm Amerikada Harvard Universitetini oxuyam. İndi oturmuşam kabinetdə, birazdan samolyot uçacaq. 12 saat yol uçacağam. Atam məni cəzalandırıb, amma səhər yuxudan durdum ki, mənə iPhone 17 alıb. iPhone 17 Pro Max. Operatora qoşulmaq istəyirəm. Sizi anladım. Size yardımcı olmağım için zahmet olmasa müraciətin neyle bağlı olduğunu bildirin. İnternetlə bağlı. İnternet xidmətiyle bağlı hansı məlumatı bilmək? Tay sənin də 5G aktivləşməsi üçün. Başka sualınız yoktur. Var. Xahiş ederim isteğinizi kısa formada seslendirin. Operatora qoşmaya sən ölənlərin görür. Sizi anladım. Size yardımcı olmağım için zahmet olmasa neyle bağlı olduğunu bildirin. Borcumla bağlı. Sən an verirəm ölənlərin görünən qamışın içində ov deyəm. Mən o operatora bağla. 5G-ni istəyirəm. Var yox o dərlər. İyi. O şey boş. Bibi, necəsiz? Hardan gəlirsiniz? Hadi salon biz görək. Seçkimiz bize lazım olanı seçmeye, razılık vermeye. Cəsirlərin hamısını kriminal mahnılarla düzəlt. Gör kriminal mahnıları, məsəl üçün, nə bilim, Röşən Lənkəranskinin kriminal mahnısı, nə bilim, o, gör, belə Azərbaycanca olan kriminal mahnılar varsa onlardan düzəlt. O mahnıyı. Səndən şübhələnirəm. Sən indi gedib bala burnunu kəsdirsənsə, sən ora-bura da yığdırıb körpüyə zada da gedə bilərsən. Mən inanıram sənin. Püç sənin cəmdəyini. Pülüm olsun canı qaz sənin. Şərəfsiz. Doktora bir dənə də şeirdir. Xahiş edirəm. Fikirləşim oxuya deyim. Yox, indi bədahətən, səndə şeirlər bədahətən gəlir. Nə yaxşı ki, bu dünyada varsan, insanlara bir həkim olaraq qayğısına qalırsan. Nə yaxşı ki, sizin kimi doktorlar çox azdır. Yaxşı ki, profesional doktorlarımız çoxdur. Qavaq elə də yiyən ölsün, hansı götünə cırılırsan. Ajınlar, kinorsa durursan, gəlirsən bizim qapının ağzında yemək istəyirsən məndən. Yiyən ölsün, erməni makinesini oxusun. Gəl qucağımıza otur, elə deyil, oturub uzanıb PlayStation-a başlasın. Evlərində var. Evi tikilmiş, gir qangren ol deyib qangrena. 2018-ci ilin fevralında bir Avropa şəhərində hansı peşə sahibləri suyun səviyyəsinin aşağı düşməsi səbəbindən işə çıxmamışlar? Bu yəqin Venetsiya şəhərində orada qandol sürənlər, qandola sürənlər, yəni qandolaçılar. Onlara gondoliyer deyirlər. Evlənmək istəyirsən eşitdim. Yox, bəs. Ay Allah, üzü güldü, evlənmiyor. Tapmısan qız. Qızdan çox qız var, prosta Ay xəstəlik. Allah, doğruda. O düzdür, qızdan çox qız var, sadəcə gərək yaxşısını tapasan. Ay, o mənlikdir, o 2-2. Sən Allah. Aslanı həqiqətən sevirsən. Çox. Quran and olsun. Rəhbətli yoldaşımın qəbrinə and olsun. Həqiqətən istəyirəm. Gömləyi and içirəm. Telefonum yox idi. Aha. Bacıma da deyə bilmədim. Aha.
Çünki bacım orada onsuz onların tərəfindədir. Bu saçı da bacım onun tərəfindədir. Savunlayır yoldaşını. Neyini? Savunlayır, yəni qoruyur. Gülstan xanım, siz incə qeyd etdiniz ki, bu reklamdan öncə dediniz mənim telefonum var idi və telefonuma zəng gəldi, bacım. Çünki burada İnanın ki, Marif özünü savunlayan, mən üzr istəyirəm. savunlamır. Özünü savunlayır. Savunlamaq başqa şeydir. Mənim uşağım deyil. Savunur, özünü qoruyur, Müdafiə eləyir denən, nə müdafiə? Sabunlamaq sabunlanmaqdır. Savunur, Türk dilində savunur deməkdir, müdafiə eləyir. Özünü gözəl başa saldı. Gör nə hala qalmışıq ki, gözəl Gülüstana başa saldı. Üzrü hesab elini dilim çönmür. İnanın ki dilim çönmür. Hani maskanızı çıkartın. Mənim maskam yoxdur. İnanın mənə ki siz maskalısınız. Hanım o başka maskanı değil, o maskanı demir. Alo. Aleyküm salam. Unibankdan Sonya'da sizinle danışan. Kimdir? Unibankdandır. Ha, bəli, buyurun. Məhəmməd Əliyev Xəyal Rəmzoğlu tanıyırsınız? Rəhmətə çəkdik xanım. Rica edirəm. Nə vaxt rəhmətə getdik? Nə vaxt rəhmətə getdik? 10-12 gün olar, abla. Siz özündən ayın 13'ü danışmışsınız. Necə 12 gün olur? Harca 10-12 gün arası abladır. 13'ü özündən danışmışıq Xəyal bəyin. Ola bilməz. Necə ola bilməz? Özündən danışılıb bəli. Ya, ola bilməz vallahi. Nə olur Xəyal bəyin? Belə uzaqdan qonamdır olma, amma deyim yaşımın özünü iştək eləmişəm mən onu. Bəs niyə siz məlumat verirsiniz ki, rəhmətə gedirsiniz? Nə tərə? Niyə banka siz məlumat verirsiniz deyirsiniz Xəyal bəy rəhmətə gedirsiniz? Deyirəm, rəhmətə çəkdik da. Özündən danışmışıq Xəyal bəy. Danışmıda özü zəf olma, nə zəf olsan bəs? Əlaqəniz yoxdur özündən? Xeyr. Deyirəm, öyle tutuysan əlaqən. O dediğiniz şey var ya, siz bilirsiniz, hanımlar bilir. Bildik, bak, dərinə getmə. Onu getdi. Hamiləlik testi. Ha, test. O testi getdi. Dedi gözün aydın, ata olacaqsan. Gözüm, mən də gözüm 4 oldu. Abi mən nəylə oldu? Havayla mı, suyla mı oldu? Mən elə belə şey görməmişəm. Əslində Nə bilim valla, mən onu istəyirəm, uşağın dədəsini axtarmaq lazımdır. Bakire olmayan xanımla evlənərsinizmi, ailə qurarsınız? Yəni sizcə olarmı? Yəni bakire olmayan bir qadınla evlənmək olar mı? Niyə olmur ki? Olar, amma mən niyə öz millətimi qoyub, niyə başqasını? Xeyr olar. Olar yəni, niyə olmur ki? Yəni belə... Amma yəni öz millətiniz. Əlbəttə ki, öz millət. Bakire olmasa öz millətiniz olsun. Bakıda deyəndə Bakı, Azərbaycan. Muratla sahir olmasa yanımda əməliyyata girməyəcəm. Əməliyyatda ikinizdə görmək istəyirəm. Ama ikna ettim. Teknoloji daha yapmadılar. Annem öğretmiş, öğreniyor ikiniz de. Nahide, sənin əməliyyatın... Artık kalbim durmuyor, hoş geldin. Salam aleyküm, necəsiz? Necəsiz? Gülürdünüz. Həm həmişə gülürəm. Niyə? Həmişə gülürəm. Nereye gülürsün? Bir de gülür. Qorxudursunuz məni. Çox sağ ol. Canlı değil. Yo yo. Gəlinimizin adı nədir? Ay canım. Gəlin adı. Günül. Günül. Ay. Ona bakın ya, millet dayanmır ya Allah'ın olsun. Dəfindən gəlir, hamı sökür. Hələ axındımıza bakın, dayanmır. Bu kişinin 93 yaşı var. Sen bunun evine neye gitmiştin? Onun evine gitmişim. Ha. Özü bilmir. Nədir? Deyir özü bilmir onun evine neye gitmişim. Sen pes görmürsen ki bunun 35'ti yoksa 65'ti. Yok ama vatandaş vardı da. Bedenler var. Ha. Senin 35 yaşın var. Sen gedende sana demediler ki 93 yaşında kişinin yanına gelirsen. Yo, onu mənə o demədilər. Ne dediler? Dediler bunun 40 yaşı var. Yox, heç yaşını soruşmadım, nə demədilər. Qardaşlar, taksidayım. Klient zakaz elifdi. Klientin adı Şeyx 777'dir. Şeyxdir. Gələm mən də villa axtarıram. Gələm ki, evi buradadır. Ağzına dam olsun ha Şeyx. Birinci evi dəyiş, məndən 5 betərsən. Sonra Mən çıxıram, yoldaşım yanımda yaza bilmirəm, sağ ol. Adi bir dənə zarafat ayrılmağa gəldim. Allah sağlaşmaq nəsnəyə baxasınız, cüret. Mısın? Buraya bak, buraya. Kayırmak. Kayırmak?
Qayırmaq nədir alam? Ala bizə sözdür, küfür bizdə o. Qayırmaq. Papa. Kalbini kalbinin orta yerine seni yazdım. Bir gün sen geldin. Nasıl oldu zalim? Qaqa, telefon qoyuram yalandan qulağımın dibinə. Qaqa, qalem var ki, gətir ginən də oradan. Evin asarlığı hardadır. Belə şey eləm ki, varlıyam da girişim. Belə ki, tanış olanda Ayxan, yəni Ayxanım söz atırır, gəlir oturur, tanış oluq. Bu metodları məsələn heç biri tutmadı, alınmadı. Başqa ehtiyat. Başqa ehtiyat da ki, biraz saçım çox olanda həm yaraşıqlı, həm də ki, qaqaş bratan teması var ha. Ona görə qaqaş özləri gəlib tanış oldu. Heç mən yaxınlaşmıram. Vaxt olub ki, mən salam verirdim bəzi qadınlara da. Salamımı almırdılar. Sonra məşq eləyəndən sonra günə 5000 dənə jim vurandan sonra qardaş. Öyle görürəm ki, dəli olurlar. Baxıram yanında, siz də mənə bağışlayın, oğlan. Yanında var da, nə mənə baxıb xırtıllayırsan, gülürsən. Mənə baxır, qız gülür. Yanında oğlan olur. Ne diyordu? Sen 11. sınıfa gidende, ben 5 yaşım var idi. Yo, bir dakika. Ben 1. sınıfa gidende, Cavid 11'i bitirirdi. Hiç düşünebilirdin ki sen 11. sınıfı bitirende, sen gelecek hayat yoldaşın 1. sınıfa gelir. Hiç düşünebilirdin bunu. Yo, mən fikirləşdim hələ doğulmayıb. Hoşuma Mən geldi. nə bilim ki, gəlib şaxtar alacam. Always, Burat en zoru muhabbet uşaqlar. Always sat qəşəng hop durmur uşaqlar. Moped var ha. Zarafat elə moped zat pürseydi. Kotex çox qəşəng hop durur. Düzdür, bəzilərində səpki yaradır. Onların şeyləmin amma Burat Kotexdən istifadə edir. Mən məsələn həftədə 3 dəfə Kotex Adı nədir? Kör yolçunu yazanda, zapis eləyəndə bildim ki, sıçdıq da sənətə. Sıçdıq da, daha o şey pul zad yoxdur da bir. Kimi tanıyırsın meyxana deyənlərdən? Rıbdım biraz qəribə. Nəfsi o dimağa mizəni. Bal elini. Balaylı da dostumuz deməyə sənət yoldaşımızdır. Yaşay da. Qəşəngdir çox. Uşaqlar bizdə yatmayanda evdə onun şəklini göstərir. Görmüşsünüz Balaylının yaxından? Yox. Zaman adamsın, infok dolarsın, Allah'ın olsun, lazım deyil. İndi mənim istifadə etdiyim, illərdir əziyyət çəkdiyim aləti o referans edib Pastor Blesio öz trekində. İndi mən ölməliydim. Qənraxan. Mən ölməliydim. Yaşamalısan, davam eləməlisin sənətini. İndi mən indi öz fikrimi bildirəm, ölməliyəm. Yox. İndi mən yaşamalıyam, yaratmalıyıq, biz qazanmalıyıq, getməliyik, qabağa getməlisin. Başa düşə bilmirəm nə baş verir. Neçə törədir? Sizin haqqınızda Türkan ha, bakıyorum ha. Mənim haqqımda nə deyil? Nə deyil mənim haqqımda? Öyle bir şey değil. Çox gözəl bilirsən, Əkbər, nə dedin? Ağırlığını ya, o mənə kök soğuk istəyir. Yəni kök. Adınızı dedik, birinci tanımadı. O kök vaxtıdır, onu öyle. Mən neyse, ağır kök. Mənə qoy bəyənib Allah saxlamış. Yəni sən Türkan'a bayıb tərvizə baxdın, hadi gör, güzəlim. Yəni Türkan. Ay Türkan. Türkandan sonra zirə gəlir. Mən o ki zirə ilə oxuyacağım. Oğlum Yədullahın müsibət belə olmamışdı. İnandım sən. O məni tanımamalı. Yəni mən bəş mənə tərsini qoyacağım. Mənim nəsə olsa bir aranızda incilik olub ki? Mənim ölkəm. Yəni biraz oldu problemlər oldu. Bəlkə problemlər, hər şey zarafat bir qırar. Danışılamışda olan şeylər. Mən verməyim. Ne güzel göçek kızı, sak kızını uğramışsan. Bana olub ki. Saddam Hüseyin'in 10 gün gizlendiği yer. Belə gözəllikdə bir mərtəbə evliyik, parça tapacaq. Biz panorama mənzərə MTK. Saray Gagaşte ve Karvan'ı neçe geden bir keçir. ayağımın altındadır, elə düşün.
indi evimizi çəkək, təqdim edək. Pillekeni gorha gorha çırtıki indi uçacak ev. Yerdən 4 daş kürsüdə belə gözəl, belə Taliban ordusuna ait kazarma. bir mərtəbə ev, belə qəşəng mənzərəli zatları, panorama, bomba kimi. Şehre 5 dakikalık yoldu raketlen. Neyse buradan çəkək. Kapını açsaydı içeriden Nail kemerli bir narkomanla çıkacaktı. Neyse, o çəkelim. Basat'ın Tepegöz'ü öldürdüğü yer. Belə qəşəng, süper ağlı. Yine öldüm ben, ah senin benden meylinle. Yine döndün sen. Bugün yine girdim beynine. Yuxularda sen dinleyince anım beynime. Sevirəm sen. Ben de pul vahidi kente bakırdım. Yine de Malbıra kente bakırdım. 2001'deki lente bakırdım. Elə bil ki orada kələsən şahid. 2001'deki lente bakırdın. Elə bil ki orada kələsən şahid. Ayrım sənliylə dərdi böləndə, balali ağlayır aydın güləndə. Vəsiyyətin sənə aydın öləndə, o əsərsən keçib diləsən şair. Vəsiyyət elə eləmən öləndə, getir o əsər gəl diləsən şair. O vaxtda aydını çəkərdi şirzad, o qəzəl deyərdi Rəşad Şeirzad. Sən aydın bunlara vermə fikirzad, şəmə mən söz qoşum güləsən şair. Sən aydın bunlara vermə fikirzad, şəmə mən söz qoşum güləsən şair. Deyirəm ki sən də biləsən şair, biləsən şair, biləsən şair. Bəlkə buna çarə edəsən şair, edəsən şair, edəsən şair.